Və müsəlman da Ramazan ayında və ümumiyyətlə başqa vaxtlarda da yəni digər müsəlmanların, digər insanların halı ilə maraqlanmalıdır ki, yəni ehtiyacı olanlara yardım edənlərdən olsun. Və Allah Resulü sallallahu aleyhi ve sellem bu məsələdə gözəl nümunə idi və insanlar içərisində ən səxavətlisi idi. Və verəndə, sədəqə edəndə elə verirdi ki, kasıblıqdan, yoxsulluqdan heç qorxmayan insan kimi. Və Ramazan ayını da səxavətlə qarşılayardı. Gözəl şəkildə qarşılayardı. Və ümumiyyətlə Ramazan ayında orucda əsas məqsəd insan nəfsinin islahıdır. İnsanın nəfsinin təqvalı olmasıdır. Kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzîne min qablikum ləalləkum təttəqun. Sizdən öncəkilərə fərz edildiyi kimi oruc sizə də fərz edildi ki, siz təqvalı olasınız deyə. Və orucda məqsəd insan nəfsinin tərbiyələnməsidir. Nəfs itaətdə tərbiyələnsin. Nəfs düzəlsin, təmizlənsin səbirlə. Şəhvətlərinə qalib gəlməklə. Və insanın ən dəyərli vaxtlarından birisi Ramazan ayıdır. Ramazanın günləri və gecələridir. Və əgər bir müsəlman Ramazan ayının vaxtlarını zay edirsə, bu dəyərli vaxtları, hansı başqa bir vaxtlarda o özünü islah edəcəkdir? Başqa hansı vaxtda insan öz halını düzəldəcək, təqva əhlindən olacaqdır? Və hər bir müsəlmanın da oruc ayı, Ramazan ayı davamlı şəkildə şəhvətlərinə qarşı bir mübarizə ayı olmalıdır. İbadətlə, itaətlə Allaha ayrılmaq, qəlbinin islahı və bu elə bir mövsümdür ki, tövbə, Allaha dönmək, Allaha qayıtmaq mövsümüdür. Və hər kəs də özü ilə Allah arasında olan günahları daha yaxşı bilir. Hər kəs bilir ki, özü ilə Allah arasında nələr var, nə günahlar var, nə asiliklər var və hər kəs də bilir ki, qəlbində nələr gizlədilib saxlanılmışdır. Və tövbə qapısı da daim açıqdır. Ölüm gələnə qədər və yaxud da günəş batdığı yerdən çıxana qədər.